Baş plana əsasən şəhərin ümumi görünüşünə xələl gətirən fərdi evlərin söküntüsü Yasamal rayonunda da həyata keçiriləcək. Bu ünvanlardan biri İnşaatçılar metrosunun ətrafı, digəri isə 1-ci Alatava adlanan ərazidir. Bəs proses nə vaxt başlanacaq? Əməkdaşımızın sujetində suala cavab tapmağa çalışmışıq. Yasamal rayonu İnşaatçılar metrosunun arxa hissəsində yerləşən fərdi evlər və 1-ci Alatava adlanan ərazidəki evlərin bu ilin sonuna kimi söküləcəyi anonsu verilmişdir. Lakin proses hələ ki gecikir. Konkret hələ heç kim gəlməyib ki, alırıq, nə qədərdən istəyirsiniz, nə istəyirsiniz, söhbət yoxdur. Mən nağdı pulumu verəcək, çıxıb gedəcəm. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İlşad Həsənovun sözlərinə görə Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində söküləcək evlərin müvafiq sənədləşmə işləri hələ ki tamamlanmayıb. Bu işlər başa çatdıqdan sonra sakinlərə layihəni icra edəcək şirkətlər tərəfindən müəyyən təkliflər ediləcək. Hal-hazırda sənədlər Şəhərsalma və Arxitektura Komitəsində baxılır. Müvafiq sənədləşdirmə işləri bitiriləndən sonra təbii olaraq ki, sakinlərlə razılıq əldə etdikdə həmən söküntü işləri dediyimiz küçələrdə başlayacaq. Müxtəlif şirkətlər sakinlərə müxtəlif şərtlər təklif edirlər. Yəni, o da təbii olaraq ki, şirkətin daxili işləridir və onlar istənilən halda sakinlərlə razılaşdığı təqdirdə həmən söküntü işləri həyata keçirilir. 1-ci Alatava adlanan ərazidə də bir neçə müddət əvvəl sakinlərə söküntü barədə məlumat verilib. Hətta evlərin siyahıya alınması da həyata keçirilib. Yasamal rayonu ərazisində həm metronun inşaatçılar ərazisində, həm də Alatava adlanan ərazidə evlərin bir müddət öncə siyahıya alınması və kvadratın ölçülməsi işləri başa çatdırılıb. Eyni zamanda sakinlərə bu ərazidə onların evlərinə ödəniləcək kompensasiya barəsində də məlumat verilib. Ərazidə çoxmənzilli binalar və böyük ərazidə yaşıllıq zonalarının salınması gözlənilir. Ölçüb Məcək tərəfindən ölçülüb. Bizə birinci pilot layihə təklif olundu. Sonra dedilər, yox, pilot layihə deyil. Bəs ev veriləcək. Sonra dedilər, bina tikilib veriləcək. Sonra dedilər, pul veriləcək. Biz belə məlumat almışıq ki, kim pul istəsə pul kim verəcəklər. Kim də ev istəsə, burada göy yolun qırağında birinci söküntü buradan gedəcəkdir. Yolun qırağında söküləcəkdir. İstəsələr ev də verə bilərlər. Hardasa mən eşitdiyimə görə 2200 manat təklif olunub. Çünki 2200 manat da çox azdır. İcra başçısı hazırda 1-ci Alatava adlanan ərazidə söküntü işlərinin nə zaman başlanacağı və hansı layihələrin icra olunacağına da aydınlıq gətirdi. Şirkətlər təkliflərini Yasamal rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra Yasamal rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara bu şirkətlər barəsində məlumat ötürülür və bütün sənədlər Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə sənədlər hazırlanandan sonra, layihələr hazırlanandan sonra və şirkətin fəaliyyəti, istənilən şirkətin fəaliyyəti yoxlandığı təqdirdə həmən şirkətə müvafiq icazələr verilir. Bir müddət öncə Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə Bakının baş planına uyğun olaraq rayon ərazisində 247 min kvadrat metr ərazidə söküntü işləri həyata keçiriləcəyi bildirilmişdi. Həmin söküntü ərazisinə daxil olan ünvanlarda baş plana əsasən müxtəlif layihələrin icrası nəzərdə tutulur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən mövzu ilə bağlı heç bir mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Əfqan Bayramov, Space xəbər.